Bizim elə nömrəmizə gələn müraciətlərdən birisi də sırada təqdim edəcəyimiz məsələ ilə bağlı idi. Sumqayıtda torpaq alan adam indi torpağını heç nə tikə bilmir, çünki torpağı itin qonşusu tərəfindən zəbt olunub. Yaxşı, bu necə olub, necə ələ keçiriblər? Məsələ ilə bağlı biz də reportaj çəkdik, təqdim edirik. Sumqayıt şəhəri Metallurq küçəsindəyim. Mənim olduğum bu ərazini 2018-ci ildə Sabit Məmmədli alır və həmin torpaq sahəsinə bir müddət gəlmir. Bir neçə ildən sonra bu torpaq sahəsinə gələndə tam başqa bir mənzərə ilə qarşılaşır və görür ki, torpağın bir hissəsini, 6 sot hissəsini qonşusu Səfər Məmmədov ələ keçirib, digər hissəsində isə 2 mərtəbəli başqa bir şəxslər tərəfindən kafe tikilib. Torpaq sahəsi vaxtilə Sumqayıt Tikinti Mexanizasiya ASC-yə məxsus olub. ASC-nin rəhbəri sözgedən ərazini Sabit Məmmədliyə satıb. O da ərazini özəlləşdirib. Buna baxmayaraq qonşusu Səfər Məmmədov onun yolunu kəsib və 6 sot torpağı öz həyətyanı sahəsinə əlavə edib. Həm 5-6 mənzil qeyri-qanuni, qeyri-sənədsiz mənzil tikdiribdir. Eyni zamanda 6 sot da torpağı zəbt edibdir. Bundan əlavə o burada təqribən 13 ailənin yaşadığı yerə sərbəst ailə üzvlərinin gedib gəlməsi üçün yol da kəsibdir. Yollandıq Səfər Məmmədovun evinə. Səfər Məmmədov andaman elədi ki, torpağı Məhərrəm adlı şəxsdən 1995-ci ildə pul verib alıb. O, Sabit Məmmədli ilə əvvəlcə razılaşdıqlarını desə də, amma sonradan bu razılıq pozulub. Səfər Məmmədov indi Sabit Məmmədli ilə o halda razılaşır ki, bu mənə getsin xətasız plan versin. Bu əmlakı demir, əmlakdan bunu bölsün, mənim ərazimi versin. Görsün yolu evimin qabağından, öz ərazim, yaşadığım yerdən ona yol verin. Tərəflər indi də bir razılığa gələ bilmirlər. Daha sonra yollandıq Novruz Balakişiyevin evinə. Novruz Balakişiyev 5 ildir burada yaşadığını, torpağı İlham adlı şəxsdən pul verib aldığını dedi. İlham da bizə satdı buranı. Kirdətlə, nə bilim, yoldaşımın özümün pensiyası ilə düzəltmişəm. De qonşular bilir. Hamısı zabor, zat heç nə yox idi. Bu sövdələşmədən xəbərsiz olan torpağın hüquqi sahibi Sabit Məmmədli isə deyir ki, həmin ev əvvəlcə kafe kimi fəaliyyət göstərib. Oranı İlham adlı şəxsə müvəqqəti istifadə üçün verib. O isə heç bir xəbər vermədən torpağı Novruz Balakişiyevə satıb. Amma indi hər iki evin heç birinin sənədləri yoxdur. Novruz kişi hələ ki burada yaşamaqda israrlıdır. Mən də məhkəməyə verdim. Neynədir? Özüm də qazıyam. Yoldaşım birinci qrupdur. Məhkəmə də qərar çıxartdı. Dedi ki, gedin yaşayın. Nə vaxt Qubatlıya köçərsiz, onu da verərsiniz, aparar satar. Yəni Sabitə qaytararsınız nə vaxt? Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən bildirildi ki, Qubadlı sakin olan Novruz Balakişiyev öz kəndinə qayıtmaqla bağlı hələlik razılığını bildirməyib. Əgər razılıq əldə olunarsa, onunla müvafiq protokol imzalanacaq. Zəngilan sakin olan Səfər Məmmədovla isə belə protokol artıq imzalanıb. Belə görünür ki, Sabit Məmmədli de jure sahib olduğu mülkə de facto yiyələnmək üçün hələ bir müddətdə gözləməli olacaq.